Quranda deyib ki, məni çağırın ki, mən də sizin dualarınızı qəbul edim. İnşallah mənim bu dualarımdan sonra hər bir kəs bu videoya baxan amin sözü yazsın. Borcu olan, xəstəsi olan, qəribdə olanın, uşağı olmayanın, küslülər, imtahan verəcək, əməliyyat olacaq. İlahi, hamı üçün dua eləyəcəm, əskərlərimiz üçün dua eləyəcəm. Allah, səni an verirəm, Peyğəmbər Rasul Allahın hörmətinə, xəstəxanada olanlara və evdə xəstələrə, xəstəliyə yoluxanlar, səkrat xəstəlikləri, Allah o xəstələrimizə Peyğəmbər Rasul Allahın hörmətinə şəfa ver. İlahi, səni an verirəm Peyğəmbər Rasul Allahın hörmətinə. İlahi, borcu olanlar var, borcunu qaytara bilmir. Necə deyir, mən borcumu qaytarım? Narahat olur, fikir eləyir. İlahi, səni an verirəm Peyğəmbər Rasul Allahın hörmətinə tez zamanda borcunu qaytarsın. İlahi, səni an verirəm Peyğəmbər Rasul Allahın hörmətinə, ehtiramına. İlahi, işsiz qardaşlarımız var, gedir iş tapa bilmir, hara gedir iş tapa bilmir, çətinlikdədir. İlahi, səni an verirəm Peyğəmbərin Rasul Allahın hörmətinə, ehtiramına, onlara gözəl, halal iş getir. İlahi, səni an verirəm Peyğəmbər Rasul Allahın hörmətinə, neçə illərdən kirayə qalır. İlahi, onlara da gözəl, halal ev qismət elə. Verirəm Peyğəmbər Rasul Allahın hörmətinə. İlahi, səni an verirəm Peyğəmbər Rasul Allahın hörmətinə. Əskərlərimizi qoru. Səngərdə əskərlərimiz xidmət edir. Allah, səni an verirəm Peyğəmbər hörmətinə, əskərlərimizi qoru. İlahi, səni an verirəm Peyğəmbər Rasul Allahın hörmətinə, qazilərimizə şəfa ver. İlahi, səni an verirəm Peyğəmbər Rasul Allahın hörmətinə, şəhidlərimizi İmam Hüseyin ağa ilə qonşu qərar ver. Ailələrinə səbir ver. İlahi, səni an verirəm Peyğəmbər Rasul Allahın hörmətinə, ehtiramına. Səhər-səhər dururlar, işdancan gedirlər. Allah onların ruhusun bərəkətin bol eylə. İlahi, səni an verirəm Peyğəmbər Rasul Allahın hörmətinə. İşdancan qərib ölkəyə gedənlər var. İlahi, qərib ölkəyə gedənlər ruhusun bərəkətin bol eylə. Mərdimazardan, şeytandan qoru. İlahi, səni an verirəm Peyğəmbər Rasul Allahın hörmətinə. İlahi, səni an verirəm Peyğəmbər Rasul Allahın hörmətinə, uşaqları, cavanları, yaşlıları qoru. İlahi, səni an verirəm Peyğəmbər Rasul Allahın hörmətinə, bu Ramazan ayında oruç tutanların qəbul elə. İlahi, səni an verirəm Peyğəmbər hörmətinə, məhbuslar var, ailələrinə qovuşdur, uşaqlarına qovuşdur. İlahi, səni an verirəm Peyğəmbər Rasul Allahın hörmətinə, imtahan verəm.